Biraz da Allah'a üsyan edirlər. İstəyirəm, verirəm indi. Allaha da açıq gedir, əsəbləriniz pozulur. Buradan əsəbi olan halan qadının hormonu da normal olmur da, hamilə qala bilmirik. Bu qızımızda 15, 16 il, 16 il sonra gələn əslində ikinci bəbəmizdir. Birinci bəbəmiz təəssüf ki, boru hamiləlik oldu, boru getdi. Üstündən 6 ay keçdi, 5 ay keçdi hamilə qaldım. İyulda qalmışdım, Martda qalıb. 8 aydan sonra çox şükür növbəti hamilə kimi oldu. Nəyin üstündə idi bu 16 ildir zar onu deyəcəm. Deməli, heç borun yoxlanmamışdı da sənə. Əldə çoxdan idi. Yoxlanmışdı. Hə, deməmişdi, nə var yox. Mənim yanıma gəldi, dedim ki, borunu yoxlayaq. Borunu yoxladım, gördüm bu kanal var. Nə bir billah elədim, aça bilmədim. Kanal elə bir daşa dirədim. Fəndə böyükdür. Dedim, ya bu fibroz polipdir, çoxdanın polipi bəlkə. Ya da bu miyomadır, nədirsə fibrozda daş kimi tıxıyıb. Neysə, saldıq əməliyyata, götürdük. Fibroz polip çıxdı da o yüzden. Polip çıxdı, fibroz illərin bərkmiş, daşlaşmış. O polipdən sonra hamilə qaldım. Görün, bir dənə polip əməliyyatı, özələn, na boyda daş kimi. Altdan baxışdan qaçmayın. Bayaq bir qız gəlib, deyərəm ki, qaldırım kəsib, yox, aydıqdır, yox. Niyə? Gəlmişsiniz, qoyun baxaq, hər şeyi uzu görmür. Uzu gördüyünü biz görmürük, bizim gördüyümüzü kresoda güzü qoyub gördüyünü uzu görmür. Ona görə qızlar, hər işdə bir xeyir var, hər işdə bir səbəb var. Həkim sizə nə dedi, onu eləyək. Görün, 16 ildən sonra gələn bəbədir, nəyin üstündə polifdən sonra. Xeyirli olsun, sağ salamat inşallah. Qucağımıza alaq, bir həsrətə də son qoysun inşallah.